Sizcə corab hansı rəngdə olmalıdır? Ayaqqabının rəngində, yoxsa şalvarın rəngində və yaxud da ki, müəyyən bir rəngdə? Çox zaman görürəm ki, kişilər qara ayaqqabı və qara corab geyinirlər. Kostyumun və yaxud da ki, şalvarın rəngindən asılı olmayaraq düşünürlər ki, bu universal rəngdir. Əslində belə deyil. Qara ayaqqabı və corab, qara şalvarla maksimum tünd göy və yaxud da ki, tünd boz kostyumla geyinilə bilər. Qalan bütün rənglərlə qəhvəyi rəngdə ayaqqabı geyinmək lazımdır. Coraba gəldikdə isə corab şalvarın rəngində olmalıdır. Ondan bir ton yuxarı ola bilər. Nəyə görə bu edilir? Çünki şalvarın rəngində olarkən bu vizual olaraq kişinin boyunu uzadır. Və yaxud da ki, rəngli corablar geyinmək olar. Bu daha çox modabazlara uyğundur, onlar geyinilir. Amma hər kəs bu rəngdə geyinə bilər, bu normal sayılır. Belə corabları mən 20 yaşından geyinirəm. Bəs hansı materiallardan corabları seçmək lazımdır? Yay ayları üçün bambu, modal və pambıq, incə pambıq materiallardan, parçalardan olan corablardan seçin. Mən məsələn bunu Sis mağazasından alıram. Çox xoşuma gəlir. Rahatdır, çox incədir. Amma qış üçün isə təəssüf ki, xarici onlayn mağazalardan almaq məcburiyyətində qalıram. Çünki belə bir corabları Bakıda tapmaq mümkün deyil. Odur ki, corabı şalvarınızın rənginə uyğun olaraq seçin. Bəs siz hansı rəngdə corab geyinirsiniz?